Bəli, bir daha xoş gördük. Sayın Yunus bəy, çox sağ olun. Mən istəmədim çox aralaq, çünki vaxtımızdan biraz başqa verilişə də ayıracaq. Buyurun, sizdən eşidək, sonra telefonlarımız da açıq. Buyurun lütfen. Arzu olsun ki, bəli, son danışıqda məni biraz güldürdü zəhmətlə. Biraz elə gülməklə qutarmaq yaxşıdır. Dediniz ki, düyünləri siz məndən daha çox Azərbaycanlı olun. Mən fikrim, bilirsiniz necədir? Yəni, mən fikrim ki, mən bətər Azərbaycancıyam. Bir gün gördüm ki, siz məndən də Azərbaycancıymışsınız, o mənada dedim. Əhməd bəy. O mənada deyil ki, siz deyildiniz. Əhməd bəy, sizinlə mən bir yerdə bir anlaşma yapmışıq, görmüşük, yazmışıq, imzalamışıq. O da çox mühüm bir şeydir. O Amsterdam toplantısında. Orada bu mübahisələr gedib yadınızda olsa, gözəl də mübahisələr və sənin mübahisələr getdi. Və biz o bəyanatı hazırladı orada. Və orada fikrimə gəldi ki, birbirimizi yaxınlaşdıq və bəzən də orada da sizə biraz bəzi suallar vardı. Xoşluq gəlirdi ki, millətçilik ya Azərbaycançılıq federallık sizlərin tərəfindən bu cürsi formada bəyan olsun. Hər halda məncə Azərbaycançılıq, türkçülük, Azərbaycan devlətçiliyi səviyyə və ya o cəhətdə hərəkət eləməkdə federalçılarla ki, mən tanıyıram, Azərbaycan hərəkatında federalçılarla istiqlalçıların arasında fərq yoxdur. Buna görə ki, ikisi də bir yerdə yığışıb və Amsterdam bəyanatını imzalamışıq və Azərbaycan dövlətçiliyini, modern dövlətçiliyini tərəf xaba göstərir. Yalnız orada fikirliyinin heç bir problem yoxdur. Burada yalnız yolların, hansı yollardan getməliyik. Ərz olsun ki, bu nəqşə və xəritə məsələsi federalçıların tərəfindən tərh olunsun, mətrəh olunsun deyə söhbət və söz sordunuz. Mən belə düşünürəm, bu xəritə məsələsi biraz ciddi bir məsələdir, bu siyasi bir məsələdir. Məncə biz bunu bugün araşdırma səviyyəsində, araşdırıcılarımız arasında və mübahisə mövzusu kimin danışmalıyıq, bəhs eləməliyik. Xəritəni təyin etmək, bir rəsmi formu vermək ona, düzün sözün soğuşdan Azərbaycanın hüquqi cəhətdən məclisinin ixtiyarındadır. Hizbilərinin yox. Yəni, bu hizbilər deyirlər ki, Azərbaycanın nəqşəsini təkillər və ya nəqşəsini təyin edirlər. Bu hizb desin, buradan təkilə xətti, o hizb desin, oradan təkilə xətti. Amma bir tarixi Azərbaycan var, Azərbaycan ərazisi. Tarixi Azərbaycan ərazisini bugün araşdırma mövzusu kimi, mübahisə mövzusu kimi və aydınlıq mövzusu kimi meydana qoymalıyıq. Hizblərin tərəfindən də, siyasi fəalların tərəfindən də və mediamızın tərəfindən də və Günəş TV-nin tərəfindən də. Yəni bunu bu gözünə baxsaq, Azərbaycanın tarixi ərazisi harası deyə mübahisəyə, danışığa, söz sahiblərine və araşdırıcıların yazılarına və ya özlərinə müraciə edib olanın danışmağa bu aydınlığı biz xalqımıza getirməliyik. Məsələn, fikir edək ki, bizim xalqımız Təbrizdə və ya Ərdəbildə məsələn və ya Miyanada bizim Azərbaycanın ərazisindən xəbəri olduqca onun geniş olmasından, o geniş ərazidə insanların geniş formada yaşamasından xəbər olsa, ürəyinə bir himayət, bir istilik, bir istiqanlıq, bir qüvvə, bir enerji yaranır onun yanında. Çünki yalnız mən Miyana, Təbriz, Urmiyə dəyirəm, Ərdəbil dəyirəm, bəlkə gedir, yavaş-yavaş gedir bizim ərazimiz Qəzvinə, Qəzvindən gedir Tehrana yaxınlarına, gedir Ərəşə, gedir Qumun yanına, gedir Kirmanşahın mərzilərinə, onun içindəki olan şəhərlərə və ya kətlərə və bunda bir enerji yaranmış və bu geniş torpaqda bizə bu vəziyyətdə qalmış. Ona görə məncə həm ərazinin aydınlaşmasını, yəni bu siyasi baxımdan yox ki, biz ərazi təyin edək bu gün. Bəlkə Azərbaycanın tarixi ərazinin bəhs mövzusuna çevirək, həm tarixi ərazidən. Bilirəm, amma Yunus bəy, yəni qəbul edək ki, bu bir dənə akademik insanın tərəfindən gəlməsi belə sizin danışığınız qəbul olunandır, amma siz həm də siyasi bir təşkilatın üzvüsünüz. Azərbaycan Federal Demokrat Hərəkatı və istəyiniz də budur ki, bir federal dövlət quracaqsınız. Bu dövlət harada qurulacaq? Yəni, onun ərazisini fikirləşməyibsiniz? Çox gözəl də əlbəttə fikirləşmişik deyəndə mən Federal Demokrat üzvü deyirəm də, mən son verildi mənim federal
demokrat üzvlüyümə bir neçə müddət bundan qabaq. Hə. Amma federal demokrat hərəkatında olanda Azərbaycan ərazisi söz konusuydu. Azərbaycan ərazisində Azərbaycan dövlətçiliyi qurulacaq söz konusu olmuşdu və onun şeyində də gəlmişdi, onun platformunda. Amma ərazi hardan getdirsə heç mübahisə olmamışdı. Mübahisə də olmamışdı. Yox, Azərbaycan ərazisi, tarixi ərazisi hardan getir, ona nəqşə biz keçək, onları diqqətlə araşdırmaması yoxmuş, orada olmayıbdı o bəhs. Yəni hər kəs öz fikridə Azərbaycana bəlkə bir tərif varmış. Bəlkə bizim elə hamı təriflərimiz və ya toziyimiz Azərbaycan ərazisindən birimiş, amma bəhs eləməmişik. Eləmədik də o zaman ki, o ərazi haradır. İndi də olmayıbdı. İndi də şəxsi ərsələrdə ilə əlaqə və əhəmiyyətdən ötürü hər kəs özü araşdırıb, axtarıb, məsələn, oxuyur filan edir, ta bilsin ki, bu ərazi hardan getirir. Ümumiyyətlə, məncə, bugün, əlbəttə, federal demokrat hərəkatı bilmirəm, indi mən orada yoxam, onlar bu konuda necə düşünürlər. Amma məncə biz bu xəritə məsələsini akademik səviyyədə bir də tarixi olaraq araşdırmalıyıq, meydana qoymalıyıq, mövzuya çevirməliyik və danışmalıyıq. Əlbəttə, bunun mənası bu deyil ki, biz gərginliyi artıraq. Məsələn, bizim elə bir mübahisə aparaq ki, burada başqa xərqlərlə gərginliyə çıxmaq bəhs də bir akademik bəhs olsun, yalnız ehsasi və ya ideolojik söhbət yox. Bəlkə təhqiqi, araşdırıcı vardı, yəni o cür bəhslərə girişək və məsələn o təhqiqat ki vardı Azərbaycan ərazisi və türklərin yaşadığı bölgələr və şəhərlərdə, o İran hərbi qüvvələri görüb zamanı 4 ildir, yəni geniş bir kitabdır, onun üstündə araşdırılıb, yazı da yazılıbdır, çox yazı yazılıb, həm içəridə yazılıb, həm eşitdə yazılıbdır. Onun haqqında məsələn o araşdırılsın, o ərazi haradır, necə edib, orada necə cəmiyyətimizin hətta amarı var orada və çox gözəl bir amarı var. Orada cəmiyyətimizin amarı o zaman o araşdırıcı gedəndə 37% imiş. Yəni türklər İranda 37% imişlər. Hələ bu tədqiqatı kim aparır? Şah rejimi aparır. Yəni onların düşmənanə mövqeləri və mövzeləri Azərbaycanın və türk xalqının əleyhinə aydındırsa, o araşdırmada türk xalqı o zaman 36-37% İran xalqı, İranda yaşayan insanların sayını təşkil edən bir xalqıdır. Yəni çox bir geniş. Yəni bugün də əgərsə məsələn bir ay yarım bundan qabaq İranın Xarici İşlər Nazirliyi Türkiyədə dedi ki, türklər, İranda yaşayan türklərin sayı 40%-dir, %40-dir. Bu çox əcayib bir ədəd deyildi. O araşdırma da elə o səviyyədə bir ədədi göstərir ki, İranda türklərin sayı %40-dır. İndi amma bu ərsədə məncə araşdırma bu səviyyədə olsa daha yaxşı olar. Yəni araşdırma səviyyəsində, mübahisə səviyyəsində tarixi dillərdən, məsələn, indi bu Ayə Raşidin bu məqaləsi yazılıbdır, onu biraz daha geniş tartışmaq və mübahisəyə qoymaq ki, yazıçılar indi onlardan da bəzilərində bu şovinist yazıçıları bəzi mənbələrdən naqis olaraq Ayə Raşid orada işarə edir. Bəzi yazıdır, Ayə götür heyət də bu var. Bu haqqda çox yazılıb, vardı yazılar. Onları oxuyub, onların diqqətlə göstərmək ki, tarixən necə Azərbaycan ərazisi görüşülmüş, xaricilərin gözündən necə gözə gəlirmiş və haraları saymışlar və bu Fars şovinist yazıçıların tərəfindən necə Azərbaycan təqdim olub, onları nəqdə çəkmək, istizəməlli və Azərbaycan ərazisini göstərmək və bu gün hətta dövləti mənbələrdən təhqiqat aparmaq və Azərbaycan ərazisini göstərmək və ya ələlxüsus o təhqiqi, yəni o hərbi qüvvələrin, ərtəşin yapdığı araşdırmanı bir mənbə kimi götürmək, o eləyə bilər bizə yaxşı və yollar göstərsin və Azərbaycanın ərazisi, tarixi ərazisinin və türk xalqının yaşadığı bölgələr, şəhərlər və kəndləri bizə daha aydınca göstərsin. Ona görə günləri bəzi o Azərbaycanın ən cünubi bölümlərdə və yaxın da Fars bölgələrinə yaxın bölümlərdə ərazisindən işarə eləməyimiz pis olmaz. Yəni aydınlaşsın ki, bu bizim ərazimiz gedir orada çox yaxınlara. Yəni bizim Azərbaycan ərazisi Tehranla və Farslarla yəni mərzə oralarda yaxınlaşır, Ərəbistə yaxınlaşır, Qubda yaxınlaşır, Kirmanşahın bəzi şəhərlərində orada bizim ərazimiz oradan yerləşir və onları bizi tanıtdırmalıyıq. Əlbəttə, məncə burada televizyonun yaxşı rolu ola bilər ki, ehtiyacı da yoxdur burada canibdarə, nəzətdə
mübahisə olunsun televizyonda. Bəzi adamlar ki, varisdirlər bu işə, onu göstərib və nəqşələri göstərməklə, şəhərlərin adlarını göstərməklə, olan tarixi araşdırma əsasında göstərməklə bəlli olur ki, ərazi bizim xalqımızda elə şeylər, orada Azərbaycanda elə ümumiyyətlə İranda yaşayan Türk xalqı bu görsətsəz daha yaxşı olar. Öz işinizi bizim boynumuza atmayın Yunus bəy. Baxın, əvvəl suala yetirək. Tehrandan bir nəvə zərf olmuşdu. Gözəl bir sual mətrəh elədi ki, əvvəl Azərbaycan dövləti qurulsun, sonra siyasəti hizbi filan mətrəh olsun. Bu federal məsələsini budur qaldırıb, qabartmaq və belə meydana qoymaq məncə biraz uyğun gələn bir söz deyildi. Yəni burada indi Kürtlərin içində bu Hizb-i Demokrat Komələ filan fəaliyyəti edir. Onların da bərnaməsində federal var. Amma o federal istiqlal söhbəti Kürtlərin içində bir kəlmə də mətrəh olmaz, bəhs eləməzlər. Elə bu günlər amma getsələr orada Kürdistanda istəsələr azad səs versinlər, Kürdistan istiqlalına rəy verər. Amma Azərbaycanda ki, bugün getsən istiqlala, o yaxınlara hələ gələn olmaz. Yəni Azərbaycan torpaq səviyyəsində, o oyanış, o səviyyədə Kürdistanda var, bəlkə Azərbaycanda yoxdur. Amma indi Azərbaycanda elə bu federal məsələsi ucu qaldırılır, ya istiqlal məsələsi, o düşmən kimi görür federal məsələsini, belə bir xoş gələn bir şey deyil. Amma burada bir dənə bir fikir var bu məsələdə, bu gözəl bir mövzudur aşmaq üçün. Baxın, milli qüvvələrin içində, yəni Türk xalqının, milli demokratik hərəkatının içində olan siyasi qüvvələr ki, təşkilat olar, ki, şəxsilər, fərq eləməz. İki dənə siyasət bizim önümüzdə var. Bu budur ki, ikincisi, bir siyasət milli siyasətdir, strateji baxımından. Bir siyasət hizbi siyasətdir. Yəni, bugün Azərbaycanın və Türk xalqının siyasi qüvvəsi, təşkilatı milli siyasət əsasında. İndi federalçı olur olsun, istiqlalçı olur olsun, muxtarçı olur, muxtariyyət tərəfdarı olur, nə olur olsun, bugün bir milli siyasət cəhətində hərəkət eləməliyik. Milli siyasət dediyində budur ki, hizbi siyasət o zaman olar ki, sən dövlət sahib olarsan, o hizbi bərnaməni, hizbi proqramını dövlətin hakimiyyət quranda istifadə eləyəsən. Ya məclis qurulanda gedəsən məclisə, deyəsən, mən bu bərnamə, bu proqramın, hizbi proqramın əsasında mənə səs verin, mən gələm məclisə. İndi bugün Azərbaycanın dövlətçi yoxdur, dövlətçiliyi yoxdur, dövlət orqanları yoxdur, yəni qüvvə müqənnənə yoxdur, qəzai qüvvəsi yoxdur, icrai qüvvəsi, dövləti yoxdur. Ona görə bugün dövlətçilik qurmaq amacdır Azərbaycanın xalqına, Azərbaycan Milli Demokratik Hərəkatına və bu Türk xalqının siyasi qüvvəsinin içində hər bir adam, insan, fəal, təşkilat bir siyasətə üz qoymalıdır, milli siyasət. O milli siyasətin amacı Azərbaycanda dövlətçiliyi qurmaqdır, dövlətçilik. Hələ bizim, ona görə bugün bu federal istiqlal məsələ o zamandır ki, sən gələsən dövləti orqanlar qurulanda, yəni isti dövlət, yəni biz Azərbaycanın siyasi qüvvəsi təsxir eləyib, alıbdır, öhdəsindədir. İndi istəyir hüquqi orqanlar qursun, məclis qursun və qüvvə müqənnənə qursun, dövlət qursun və elə. Ona görə bugün məncə tamam qüvvələr, hər nə fikir sahibi olsalar, milli demokratik hərəkatın içində bir yöndə hərəkət eləməlidirlər. Milli siyasət çərçivəsində və o milli siyasətin mənası hamı bir şüarın altında. O da gedirik Azərbaycan dövlətçiliyi yaraldaq. Yəni Türk Milli Demokratik Hərəkatı Azərbaycanda gedir ki, Azərbaycanın dövlətini yaratsın. Bugün ola ki yetişdik biz, Azərbaycan düşdü Azərbaycandakı siyasi qüvvələrin əlinə, onda vəziyyət dəyişilir, onda hizbi proqramlar meydana gəlir. Biri sağ olur, biri sol olur, biri ara olur, biri liberal olur, biri liberal demokrat olur, biri filan olur. Bu əsaslarda fikir, hizbi qurulur və o hizbilər gedirlər məclisdə, cəmaəti dəvət edirlər məclisdə, öz nümayəndə gedirlər məclisdə, o məclisdə qanun əsası yazırlar. Ona görə məncə bugün federal istiqlallə muxtariyyət sözü heç bir şey, yəni bugün aktuel mövzu deyildir. Mübahisələrdə ayrı yeri var. Aktuel olan yəni milli siyasətdir ki, biz ona diqqət yetirməliyik və ona dayanmalıyıq. Hamı siyasi nivlər Azərbaycanın və əsasən milli demokratik hərəkatım. Ona görə mən bugün əslən sözüm və fikrim ki, federal, bu istiqlal filan söhbəti deyildir. Amma təbiidir, bu federal və ya istiqlal mövzusunda olanda
strateji, siyasi baxımlarda, taktik götürmələrdə təfavütü taktik götürməlidir. Yəni götürməli olur, belə çıxır içindən və onlar da bugün o siyasətin çərçivəsində hərəkət edirlər. Biz məncə federal istiqlal filan bir məsaili biz Amsterdam toplantısında, o diyalog toplantısında o bəyanat ki gəldi, orada həll olubdur. O həll olması budur ki, hamı Azərbaycan dövlətçiliyini qurmağa cəhət hərəkət etmək. Mən onun adını qoyuram milli siyasət. Ona görə bundan bu yana o federal istiqlal məsələsini qabardanlar və o qabartma ilə siyasi Azərbaycanın siyasi qüvvələrin arasında gərginlik, ayrılıq, belə hətta düşmənçilik belə bu bəzi son söhbətlərə görə yaratmaq məncə Azərbaycanın... Amma Yunus bəy, orada o bəyaniyədə yazıldı ki, bu hərəkətin amacı Güney Azərbaycanda milli dövlətçilik qurmaqdır. Elə deyilmi? Yəni orada anlaşdıq. Demədik ki, İranda, demədik Azərbaycan, dedik Güney Azərbaycan. Yəni onun şimalı da Azərbaycandır. Düzdür. Bəli, o mənada orada anlaşıldı. Tamam. Buyurun. Tamam. Bu söhbət Güney Azərbaycan dövlətçiliyinə tərəf hərəkət etməkdir. Yəni orada anlaşdıq ki, federalçı, istiqlalçı anlaşdıq ki, biz hamımız gedirik Güney Azərbaycan dövlətçiliyi yaratmağa. Ona görə bugün mən onu deyirəm, yəni bu federal filan üstündə bunu qabatmalarla bu məsələni qüvvələrin arasında ayrılıq salma, problem yaratma, gərginlik yaratma, yəni onu düşmən sayma, bunu düşmən sayma, bu məncə milli demokratik hərəkatının qarşısında duran bir fikir və bir hərəkətdir, hərçən bu iş görsə. Yəni bizim hərəkatın içində gərginlik və qüvvələrin içində ayrılıq, ayrı seçilik sayma məsələsi üçün orada bu məsələ aydınlaşıbdır və məncə bunu burada çox bir aydın məsələdir. Ona görə məncə biz hizbimiz də olsa, hizbi bugün hizbi proqram yox. Çünki dövlət yox ki, hizbi proqram olsun. O zaman ki, indi məsələn dövləti Türkiyədə gəlsən bir hizbi gedir, cəmaətin içində məclisin seçimlərində deyir, mənim proqram budur, gəlin cəmaət, mənim bu proqramın əsasında mənə səs verin, mən gedim məclisdə bu əsasda qanun yazım. Azərbaycanda heç dövlət yox ki, bizi də cəmaətimizdə deyək ki, mənim proqramım bu soldur, sağdır, aradır, liberaldır, liberal demokratdır, yəni necədir. Ona görə bugün biz hizbi siyasət yox, bəlkə milli siyasət əsasında hərəkət etməliyik. Elə o diyalog toplantısının bəyannaməsində çox gözəl bir birlik, yaxınlıq və fikri ittihad kimi bir anlayışdır ki, eləyə bilər bizi bir-birimizin yanımızda qoysun, bir-birimizə düşmən kimi yox, bəlkə tənqidçi olma, o fikir ayrılığında, mübahisə fikirlərində o ayrı başqa şey. Bəli, siyasət götürmədə hamımız bir cəhətdə hərəkət edirik, bura gərginlik salmamaq lazımdır. Salanlar ehsasatlarına dayanırlar və ya başqa bir dəlailə görə bu aydın olmalıdır ki, bu iş görməməlidir. Yəni bunun önündə durmaq lazımdır gerçəkdən ki, bu federal istiqlal məsələsində düşmənçilik kimi çıxmaq meydana bu yaxşı nəticə verməyəcək təbiətən. Ondan sonra Əziz Döktür Süleymanın sözlərinə gəldikdə, o amarın, valla o kitab məndə yoxdur, bəli o kitabın adı Fərhəng Coğrafiyayı İran Farsça ki, o dairi coğrafiyayı Stad Ərteşi İran yazıb 1328-də, 31-də tədvin olubdur, 1331-də. O, indi 10 cild dilində məndə yoxdur, təbiətən onu axtarmaq lazımdır və tapmaq lazımdır və onun əsasında da bizim dostumuz Azərbaycanda da Ay Sərrafi də bir araşdırma gətirdilər, hətta burada elə Urpada dolandılar və o araşdırmanın əsasında müəyyən söhbətlər və söhbətlər elədilər, gözəldilər. Hər halda, məncə onu oradan axtarmaq olar. Amma orada İrançılıq və biraz qarşı söhbətlər gəlir. Baxın, Azərbaycan millətini mən deyim, bu qoyun bir də bir aydınlıq gətirin Məhəmməd bəy. Baxın, bugün bu xanımların birinin söhbətində də gəldi ki, bu xanımın söhbətində mən biraz toxunum, elə orada bu elə cavab olur ikimizə. Mahiyyət baxımından düzdür. Biz Əhməd bəy sizinlə danışdıq, dedik ki, orada Azərbaycanda türkçə danışılır, adın qoyulur Azərbaycanca. Bu mühümdür ki, Azərbaycan türkçə danışılsın, elə adı Azərbaycanca qoyulur, yanlışdır bu ad, amma əhəmiyyətlidir, mühümdür ki, o türkçə danışılır orada. Amma nəzəri cəhətdən bugün biz Güney Azərbaycan dövlətçiliyini qurmaqda keçən təcrübələrimizdən istifadə eləmək, keçən yanlışlıqlar və kötü təcrübələr və yanlış nəzəriyyələr əsasında əməl olmağımızı bugün araşdırmağımız lazımdır ki, Güney Azərbaycan dövlətçiliyi quranda o təcrübələrdən istifadə eləyək. O təcrübələrin biri də budur ki, Quzey Azərbaycanda o dilin adını qoyurlar Azərbaycanca. Təbii ki, bugün bizim vəzifəmizdir, Güney Azərbaycan aktivisti olaraq nəzəriyyə cəhətindən onun tarixi yanlışlıqları çıxardıb gələk
gələcək Azərbaycan, Güney Azərbaycan dövlətçiliyində də onun adını Azərbaycanca qoymayaq. Onun adını qoyaq Azərbaycan türkcəsində. Yəni bu bundan ötürüdür. Bu mahiyyəti düzdür o söz. O xanımın sözü ki, mahiyyət əhəmiyyətlidir, amma mahiyyətlə surət gərək bir uyğunluğu olsun bir-biri ilə. Yəni bu Azərbaycanca deyəndə, türkcə danışanda mahiyyətlə surətdə o fəlsəfə cəhətindən uyğun deyil, bir-birinə yemir. Yəni surətin ki, ola türkcə olaydı, surət Azərbaycanda çıxır. Onu istirik biz təcrübə baxımından, keçən təcrübələrə baxsaq, gələcək Güney Azərbaycan dövlətçiliyində o təcrübədən istifadə eləyək, mahiyyətlə surəti uyğunlaşdıraq. Yəni mahiyyət olsun türk dili danışılır, Azərbaycanda danışılır, kuzeydə və surət də türk dili, adı olsun türk dili. Ondan sonra Mehran bəy Baharının mahiyyətini düzdür, o sözdə düzdür. Necə ki, dedik ki, Azərbaycanda türkdə danışırlar, o mühümdür. Mehran bəy Baharının da yazıları əhəmiyyəti vardı. Və o gələcəkdə, o təcrübədə göstərir ki, gələcəkdə təbiətən Mehran bəy Baharı tanış olsaydıq, daha yaxşı olardı. Necə ki, Azərbaycanda da türkcə, yəni Azərbaycanca türkcə olsaydı daha yaxşı olardı. Amma əhəmiyyətlisi budur ki, orada türkcə danışılır. Və Mehran bəy də o baxımdan məsələ deyildi orada. Təbliğ o, yəni burada təbliğ məsələsi də, burada o nəzəriyyələrin təcrübi cəhətdən almamız və gələcək Azərbaycan, Güney Azərbaycan dövlətində ondan istifadə eləmamız lazımdır. Burada birini də şişirtmək, birini çişirtmək lazımdır. Məncə Azərbaycan aktivistlərinə, əzizlər, hamısına sayğı duymalıyıq. Hamısına. Biri bir kiçik addım götürür ondan, ta o ki yazardı, o ki tədqiqat sahibidir, o da tarix təhqiq edir, hər kim yəni, hər kim. Hər kəs burada bir rol oynayır. O ki meydanda şüar verir, meydana hərəkətdə onun rolu ən mühüm rollardan. Çünki o olmasaydı əsasən bu işlər də oturub tədqiqatçı, yazıcı, qələm sahibi oturub nədən yazacaqdı? Göydən yazmayacaqdı. Bir hərəkət olacaqdı, onun əsasında bir şeylər də yazılacaqdı və elə də olubdur əsasən. Hərəkətimiz bizim xalqın içindən başlanıb və ondan sonra yavaş-yavaş aydınlarımızın sayı da artıbdır. Mən orada bu Bakıdan danışan xanımın bu söhbətinə doğrudan da utandırıcı bir söhbətdir son sözləri. Baxın, fars dilində məncə bu ki, tohinamiz danışmağınız adından bir yeri yetişməz ki, bizim Azərbaycanın təviyyəsi belədir ki, biraz mədəni danışmaq, mədənicə söz demək və mədəni bir-birimizdən danışmaq da bizim belə düşünürəm və belədir də zaten. Və bunu çalışmalıyıq ki, saxlayaq və bizim gələcək yaşamımız üçündə, gələcək toplumumuz üçündə bu səviyyəli danışmaq və dostca konuşmaq yaxşı olar. Orada məncə o söhbəti ki, orada olubdur, bir fars dilində, bu fars dilində yazmaq ki, işarə olundu, mən fars dilində yazıram, mənim Facebookumda belədir, mən türkçədə yazaram, mən burada getmişəm, Stockholmda getmişəm, türkçə öyrənmişəm və türkçədə yazaram. Ondan sonra təbii də az yazmışam, türkçəm az yazılır farsçasında və bugün farsça bir təbliğatı əbzar kimi istifadə olunur. Elə necə ki, İngilis dili lazımdır istifadə olunsun. Bizim ana dilimiz türkçədir və o dildə dərinləşməliyik, o dilini yer açmalıyıq, genişləndirməliyik, xalqımızın arasında aparmalıyıq və o dildə özümüz də hər halda o dili, yəni ana dil götürməliyik işlərimizdə. Orada heç söhbəti yoxdur. Təbiətən vəziyyət bizim tərəfimizdə gərgindir. Güney Azərbaycanda təbii ki, bu cür bir çətinliklər orada təəssüflə vardır. Mən keçsəm bu Göktür bəy Süleymanın söhbətlərinə baxın, mən bu məsələni bizə araşdırımda Azərbaycan millətiyik deyə Azərbaycan dövlətini qurmaq istəyirik. Baxın, Azərbaycan milləti. Bunu deyəndə biz Azərbaycan milləti gedir Azərbaycan dövlətini qursun. Azərbaycan millətin mən dedim, dövlət, millət deyəndə, yəni Azərbaycan dövləti qurulandan sonra ona Azərbaycan milləti üçün deyilir də, yəni məqsud dövlət millətdir. Onda qurulandan sonra dövlət düz sözdür bu, Azərbaycan dövləti olacaq. Amma dövlətsiz millətin adı Azərbaycan deyil, Döktür bəy. Dövlətsiz millətin adı Türk millətidir. Çünki o dövlət qurandan sonra o dövlətin adı olacaq Güney Azərbaycan Cumhuriyyəti. O Güney Azərbaycan Cumhuriyyətində türklər onun, türklərin vətəni və türklər onun geniş tayı, yəni əksəriyyət türklərdən olacaq, amma hamı türk deyil. Bir də burada dostlar danışanda elə danışırlar ki, yalnız Azərbaycanda Kürtlər var. Azərbaycanda Kürtlər yoxdur.
Məncə Azərbaycanın geniş azınlığı farslar olacaq ta Kürtlər. Yəni Kürtlər ikinci azınlıq olacaqlar. Ondan sonra Giləklər vardılar və başqa kiçik qruplar vardılar Azərbaycanda. Məncə bu Azərbaycan millətini Türk xalqı dövlət sahibi olmadan işlətmə xətadır. Çünki orada Azərbaycan millət deyəndə Azərbaycan ərazi türklərin ana yurdu vətənidir. Onun adını qoysam milli hoviyyətə. O düz çıxan bir şeydir. Çünki Azərbaycan Yunus bəy, mən bələnki vaxtımız oradakı türk də hamı. Yunus bəy, vaxtımızdan biraz az qalıb. Ona görə böyük Atatürkün mən bir misalını deyim sizə. Deyir ki, əsas vətəndirsə, qalanı təfərrüatdır. Yəni burada söhbət budur ki, Azərbaycan dövlət, millət olması üçün bu bəhslərin əslisi onun üstünə gəlməlidir. Azərbaycancılıq və dövlətçilik. Yəni, Azərbaycancılıq deyəndə mən torpağı pərəstiş eləmirəm ki, o torpağın üstündə millət yaşayır. Millət də torpaqsız ola bilməz, o torpaq da bu millətsiz ola bilməz. Ona görə yəni, istədim deyəm ki, bu bəhslərin bir çoxu görürsünüz. Biz burada oturub 10 saat danışsaq da, haşiyə o qədər getməyə yol vardı ki, əslən dövlətçilikdən də dövlətçiliyə gəlib çata bilmərik. Budur bizim, mənim bu qruplarla ki, maska dalında ayrı xırda şeylərin üstünə gedirlər. Əsas ixtilafın bunun üstündən. Yoxsa çilo kebab bizimdir, mənim heç bir müşkülüm yoxdur. Bizim olsun, Allah dədivə rəhmət eləsin. Sağ olun. Bilirsiniz. Əsas budur ki, bu dövlətçilik haqqında. Bizim dərdimiz budur. Bunu o ambiyanı çəkmək lazımdır. Məncə də doktor Əskərzadə də onun üstündə danışdı və doktor Süleymanın da əsas sözü bunun üstündədir ki. Neyi niyəcək? Yəni, bu haşiyə gedir məsələlər. Buyurun. Ərz olsun ki, baxın, məncə bir cür gərək olmasın ki, elə biz yalnız şuarların içində qalaq, elə deyək Azərbaycan dövlətinin istəyirik, ayrı mübahisələr meydana gəlməz. Yox, milləti ona kökləmək lazımdır. Bilirsiniz, yəni o mənada ki, Yunus bəy, mən demədim ayrı söz danışılmasın, yox, söhbət danışılsın. Amma bəhsin əslisi, gərək gələ əsli məsələnin üstündə, surəti məsələ yox, əsli məsələ. O da dövlətsiz qalmağımızdır. Bizim dərdimiz budur. Dövlətimiz yoxdur. Dövlətimiz olsa dilimizi də düzəldəcəyik, adını da düzəldəcəyik, torpaqlarımızı da birləşdirəcəyik, demokratik də ola bilərik, diktator da ola bilərik. Hamısı o dövlətçilikdən sonradır. Əsas budur yəni. Mən ona görə deyirəm. Amma mən bu sözə ki, Əhməd bəy, siz burada deyirsiniz ki, bizim dərdlərimiz Azərbaycan dövlətçiliyin qurandan sonradır. Bu təbiidir, yəni problemin əsas istəyi o qurulan, yəni işlər o dövlət qurulandan sonra düzələcəkdir. Amma o dövlətin düzəninə bir nəzəriyyə, bir iş, bir fikir, bir tarix, ərazi baxımından, nəzəriyyə baxımından bu dövlətin quruculuğuna fikir, bunlar hamısı indidən sürülməli, danışmalı, yazılmalı, mübahisə eləməlidir da. Yəni bu ki Azərbaycanın dövlətçiliyi hədəf və amacıdır ki, burada indi söz yoxdur ki. Bu söz bizim bu getdiyimiz yol, qurulan nəzəriyyələr, teorilər, təcrübələr, bizim türklərin öz təcrübəsi, dünyada olan təcrübələr, indi buradakı bizim dövlət dostlarımız, burada iki dostumuz ki, Güneydən zəng eləmişdilər və çox da əsəbi danışdılar və məni də pis adlarla adlandırdılar. Bunlar Türk-Azərbaycan Cumhuriyyəti qurmaq istəyirlər. Bugünkü məsələlərlə mən bilmirəm, bu mövzu ilə olsun o cür fikirlərindən, mən də bu cür fikir edirəm. Amma hər zada biraz düşünməyimiz lazımdır. Yəni, biraz dərinləşməyimiz lazımdır. Biraz mübahisəyə yol açmağımız lazımdır. Əgərsə bugün fikir etsək ki, biz həqiqətlər burada zehnimizdədir, o həqiqətlər quruq olmuşuq. Bir dənə o cür ifrati müsəlman da, bir ehtiyacımız yoxdur. Bir daha Quranımız orada var, 3 dənə 5 daha da orada söz var. Ondan sonra başqa bir şeyi də eşitmək istəmirik. Eşitsək və onunla uyğun olmasa onun müqabilində. Biraz elə, yəni bu o ideolojik mövzu ilə toxunmaq. Siyasətlə biz uğraşırıq. Siyasətdə əqlaniyyət əsasdır, düşünmə, təcrübələr və hamısı hər zaman fikirləşmə, yenə də fikirləşmə hətta. Mənim nəzərimə bizim vəziyyətimiz, millətimizin durumu daha çox gərgin bir durumdadır. Bir mövzuların üstündə daha bir də fikirləşməyimiz, dərinləşməyimiz lazımdır, eşitməyimiz lazımdır, oxumağımız lazımdır, araşdırmalar aparmağımız lazımdır. Bu şimdi bu dostlarımız Güneydən zəif vurmuşdular və Güney Azərbaycan Türk Cumhuriyyətidirlər. Güney Azərbaycan Türk Cumhuriyyəti bugünkü qanunla, bugünkü beynəlxalq hüquqlarla uyğun da Azərbaycanın içində böyük gərginlik və problem yaralar. Azərbaycanın əsasən elə bu ırqçılıq mövzusu bu zaviyədən, məncə bu dostların heç
bugünkü Türkiyədə edən bəhsləri bu Kürt məsələsi mübahisəsində yaxşı bir islah fikir edim zərədə deyirlər. Yaxşı, İndi bu Yunus həmin bəy, Kürt məsələsi Yunus bunlar, bəy, siz fikir eləyirsiniz ki, Türkiyənin böyük müəzzəm demokrat dövlətinə böyük problemdir, geniş bir dənə problemdir orada. İndi bunlar bu da mübahisələrdir ki, nədir bu məsələni çözsünlər. Biz bu təcrübədən istifadə eləməliyik. Gələcək Güney Azərbaycan dövlətçiliyi quranda bu təcrübə bizim başımızdan keçməməlidir. Yunus bəy, düzdür, mən razıyam sizinlə. Azərbaycanın, Güney Azərbaycan dövlətçiliyini etnik əsasında qurmaq yox, yəni Türk Cumhuriyyəti. Bəlkə Güney Azərbaycan Cumhuriyyəti qurmaq lazımdır. Azərbaycanın, Güney Azərbaycan dövlətini qurmaq lazımdır və bu etnik olmamaq lazımdır. Ta etniklər, başqa etniklər orada özlərindən hiss eləsinlər. Bir də bizim dostlarımız fikir edirlər ki, Azərbaycanda yalnız Kürtlər vardır. Kürtlərdən böyük bir azınlıq Azərbaycanda farsların sayı olacaqdır və başqaları da vardır Azərbaycanda. Ona görə belə düşünsək ki, yalnız Kürtlərlə onlar da qonaq gəliblər ora. İndi bizə İranda farslar deyilə bizə qonaq gəlmişik Azərbaycana. Biraz real düşünməliyik və bizim tarixi ərazimizi dəqiq dərinləşdirmək və Yunus bəy, eşidirsiniz məni? Aydınlaşdırmalıyıq, özümüzü aydınlaşdırmalıyıq, başqalarını aydınlatmalıyıq və bu əsasda gələcək dövlətin münasib, demokratik qurucuna, mən bilmirəm bizim dostlarımızın demokratik və təcrübədən istifadə eləyərək gələcək Güney Azərbaycan dövlətinin qurmasının problemi nədir? Yəni bu sadəlikdə yalnız şüar verməklə ki, dövlət qurulmaz, dövlətin qurulmasına geniş iş, nəzəriyyə və o nəzəriyyənin cəmaatımızın içində yayılması və onların mübahisəsi dərincə məncə getməlidir. Yoxsa Azərbaycanda biz gələcəkdə problem tapa bilərik və bu dərvaqa bu bəhslər Əhməd bəy. Yunus bəy, mənim səsimi eşidirsiniz? Aydın, açıq tapmalıyız ki, gələcək quran dövlətimiz Azərbaycan ərazisində eləyə bilsin. Ərazi Azərbaycan vətənində çox gözəldir. Bizim o dostumuz dedi ki, mən deyirəm Azərbaycan toprağı. Mən dostumuz ki, Təbrizdən zəhvurmuşla deyirlər, mən Azərbaycan toprağı deyirəm. Mənim bu haqda çox yazım vardı. Bilmirəm nəzir oldu. Hər halda Azərbaycanın, Türklərin ana vətənidir Azərbaycan və orada bu dövlətin qurulması bir təcrübə və münasib beslə usullar və kuralların üstündə qurulmalı ki, gələcəyi olsun. Yoxsa böyük sədmə görə. İndi baxın, görün Türkiyədə bir dənə Kürt qrupunun namünasib rəftar indi bugün Türkiyənin böyük müəzzəm demokrat dövlətinə bugün böyük bir, çox ciddi bir problemdir. Bu nəzərlə, bunu istəyirik Azərbaycanda belə bir şey yaradacaq Azərbaycanda. Ona görə məncə yox, bu düz fikir deyildi. Buna yenə də fikir eləməliyik, məncə düz fikir deyil. Hər halda ona dərinləşməliyik. Başqa şeylər bilmirəm, indi məsələlər toxundum, qalan bir şey var ya yoxdur. Mən təşəkkür edirəm. Yunus bəy, mən Süleymanı ilə özümüzdə o mübahisələri davam etdirə bildik. Azərbaycan milləti deyəndə məncə Azərbaycan milləti deyəndə yəni Azərbaycan dövlət millət məqsuddur. Yəni dövlətimiz qurulandan sonra ora Azərbaycan milləti də deyilir də bugün o dillərdə olan dövlət millət. Yoxsa bugün adımız Türk millətidir ki, Türk millətidir ki, gedir Azərbaycan dövlətçiliyi yaratsın. Bu gözəl olar. Yəni bu düşüncə həm aydındır və həm təsbitlər öz yerindədir. Ondan sonra da son dostumuz da İngilisdən söhbət elədilər. Siz ona cavab verdiniz Əfəndi haqqında ki, o da Azərbaycan məsələsi. Mən də o Azərbaycan məsələsini tozif edim. Fikir eləyirəm ki, yetərli olar. Bilmirəm sizin zamanda nə qədər vardı. İstəmirəm ki, uzaldım sözü ki, çox təşəkkür edirəm. Zamanımızda da bitsə yaxşı olar. Bu qədər əgərsə yenə taza bir söz olsa mən xidmətdə varam. Eşidirsiniz məni Yunus bəy indi? İndi eşidirsiniz Yunus bəy? Əhməd bəy? Bəli, məni eşidirsiniz Yunus bəy? Bəli, elə bil bizim bu telefonumuzda müşkül var. İndi eşidirsiniz Yunus bəy mən. Yunus bəy telefonunu kəsdi, çünki məni eşitmirdi. Mən də istəyirdim qarışan bir müdaxilə eləyəm, eləyə bilmirdim. Hər halda bizim bugün elə bil telefonumuzda müşkülümüz var. Yunus bəy dərhal tutun lütfən, yayım otağı gözləmədən. Bilirsiniz, bəhs budur ki, biz əlbəttə bir gün bəhs uzun sürdü və yerlidir də, lazımdır da. Çünki bu lazımdır millətimizə bu söhbətlərin olunması. Və belə bir atmosferdə ki, istəmirik gərginlik yaransın, amma eyni zamanda vətən məsələsi gələndə gərginlik kimi məsələdə yaranır. Yunus bəy qaydanda mən bu sualda soruşacağım. Mən elə bir yanlış başa düşdüm və ya düz başa düşmüşəm. Yunus bəy deyir ki, bir tərəfdən, iki dənə tənaqüzün haqqında mənim sualım var, səmimi sualım var. Həm istəyirik türkçülük eləyək, həm də türkçü dövlət qurmayaq. Dövlətimizdə türkçü olmasın.
Burada bir tənaquz var. Mən istəyirəm Yunus bəydən soruşam. Əgər ayrı xəttdə olanların da sualı budursa, o zaman biz bunu təkrar eləmirik. İkinci, deyir ki, Azərbaycan yalnız Azərbaycan türkləri etnik üstündə olmamalıdır. Amma xəritə qurmağa gələndə ancaq etnik məsələsinin üstündə gedir. Yəni, burada da bir tənaquz var. Aya biz Azərbaycanı sadəcə Azərbaycan türklərinin yaşadığı yer sayırıq, onu bilməliyik, onu Azərbaycan saymalıyıq. Yoxsa mən təkrar olmasın deyə elə Yunus bəyin özü qoşuldu mu Yunus bəy? Yunus bəy, eşidirsiniz məni? Bəli. Eşidirsiniz Yunus bəy? Mənim səsim sizə gəlmirdi, məlum olur. Çünki bizim elə bil telefonumuzda bugün müşkülümüz var. Tamam. 2 dənə tənaquz mən görürəm, onu istəyirdim soruşam. 2 yerində telefon qəbul edəcək, xahiş edəcəm dostlarımız xülasə eləsin. Biri budur ki, sizin danışığınızda həm bir tərəfdən dediniz ki, biz türkçüyük, amma eyni zamanda dövlətimiz türkçü olmamalıdır. Yəni, indi türkçülük şüarı verək, əmələ gələn türkçü olmamalıyıq. Yəni, türk adını da istifadə edin. Bunu dostlarımızın da bir işarə elədi, siz də ona biraz işarə elədiniz, cavab verdiniz. Amma mümkün olsa, əgər siz bir dəqiqədə bunu bir açıqlayın. Necə ola bilir? Biz türkçülük eləyirik, deyək, amma əlimizə fürsət düşəndə deyək, ya, türkçülük eləməyin də. Onda millət bizə nə deyəcək? Bu bir. İkinci, deyirsiniz ki, Azərbaycanda elə kürdlərdən daha çox fars olacaq. Mən əlbəttə buna inanıram ki, yekə daşı götürmək, atmamağı işarəlisidir. Lütfən bunu tənqid kimi qəbulləyin, yəni sataşma kimi yox. Yəni, biz əgər gəlib Təbrizdə heç bir özümüzə bir sahib çıxa bilməmişiksə, birdən gedib Tehranın biraz da o yanına keçib, onu da Azərbaycana qatmaq sözdə belə çox xoş gəlir, amma mənə belə gəlir ki, bu mümkün olan deyil. Amma hər halda, amma xəritə ki çəkirsiniz, öz nəzərinizdə deyirsiniz, bu araşdırılmalıdır, belə olmalıdır və belədir, Azərbaycan budur. Sonra Azərbaycan türklərinin yaşadığı yerlər deyirsiniz. Yəni, siz özünüz etnik məsələsinin üstündə durubsuz, amma bu tərəfdən də deyirsiniz ki, Azərbaycan yalnız türk etniki deyil və ya türk milləti deyil. Yəni, buna fikriniz nədir? Tehrandan buyurun lütfen. Bəli. Selamünaleyküm. Selamlar, hoş Ahmet geldiniz. Bey. Buyurun lütfen. Selamünaleyküm. Selamlar. Selam. Buyurun lütfen. Selam. Cüneyt Bey. Selam Ahmet Bey. Mən istəyirdim Azərbaycanın mərzindən, o hududumuzdan danışan xoş. Buyurun. Bu qaranlıq dəriyədən ki, ta Kərəzin üstündən şuhalına, yəni Tehran'ın Sıratda Salısın arasından tutur. Qaranlıq dərə var orada. O mərzidən bizimdir. Yəni Kərəzin şumalından, Kərəzindən Tehran arasından. Yanla da Qum o, Savay o, Ərak o, Həmədan, bunlar Azərbaycan üstündədir. Biz eləyənləri yapışaq eləyəcəkdir, Azərbaycanı qərbi, şərqidir, bir də Ərdəbildir. Ola bilməz. Bir də qaldı ki, Tehran. Burada da həmək olsa olacaqdır. Tehranın yarısından çoxu bizimdir. Biz almışıq buranı, biz gəlmişik burada zindəcə eləmişik. Biz Tehranın yarısı bizimdir. Ola bilməz bu. Necə ki, İsraillər gəlib pul verirsin, isimləri alıb ələm daşlayırlar, deyirlər buradan çıxın. Bunlar görə Tehranı xali edirlər. Tehran bizimkidir. Bunlar nə sözdür? Yunusda biz gelib şəhət vermişik, biz gelib kan vermişik. Nəf bizimki dəsin, bunlar nə sözdür? Yapışaq Ərdəbil bizimdə Azərbaycan, Tehranın hesablayanda İran ki deyirlər, yarısından çoxu Türklərindir, bizimkidir, bunlar nə sözdür? Amma Tehranda neft yoxdur ki, neft Xuzistan. Amma Tehranda neft yoxdur, neft Xuzistandadır, ora bizim deyil. Yəni onu öz neft torpağımızda neftimiz var. Sayın Yunus bəy, əgər biz bu proqramı davam etsək, söz verirəm 4-5 saat davam edə bilərik. Amma qutarmağa məcburuq, son mikrofonu sizə veririk. Mən bilsəydim yalnız nə qədər danışa bilərəm, yaxşı olar. Sizi azad buraxaq. Yaxşı. Baxın, əvvəl mən İlyas bəyin sualını başa düşmədim, təəssüflər yerim ora, ona bir söz deyə bilməyəcək. Son dostumuzun da sözlərinə qatılıram, yəni elə biz o Azərbaycanın ərazisində, Azərbaycan milli ərazisində onlara düz sözdür, Kərəc, Qum, Savənin və Ərakın yanından getirdiyə. Ondan sonra Əhməd bəyin likran fikir sualı söylədilər, ona mən toxunum, ondan sonra sözlərimi bitirdim. Baxın, mən türkçülük, demokratik türkçülükdən
təhdin və demokratik türkçülüyü dərvaqa Azərbaycanda ırqçılıq gəlib yer açmasın deyə və o əsasda olmasın, demokratik türkçülüyün qavramını işlətməyə münasib gördüm. Baxın, türkçülük, bugün Türk Milli Demokratik Hərəkat var ya, Azərbaycanın siyasi qüvvəsi. O hərəkət Türk xalqının siyasi hərəkətidir. Türk xalqının Azərbaycanda və ya İranın başqa yerlərində, Xorasanda və ya Qəşqai yerlərində və ya başqa yerlərdə, Tehranda. Bu hərəkət Türk xalqının, diqqət edin burasına, bu hərəkət, yəni Türk Milli Demokratik Hərəkat, Türk xalqının siyasi hərəkatıdır. Bu Türk xalqının siyasi hərəkatı Azərbaycanda ana vətən olaraq Azərbaycan ərazisində modern dövlət yaratmaq istəyir. Bu Türk hərəkatı, Türk, yəni bu demokratik türkçülük, milli demokratik Türk hərəkatı Azərbaycanın, yəni Türklərin siyasi qüvvəsi Azərbaycan ərazisində modern dövlət yaratmaq istəyir. Bu modern dövlət yaratmağın mənası deyil ki, üçün özü Türk dövlətçiliyinə də üstünə Türk damğası qoysun. Üçün bilir ki, orada bu təcrübələrin əsasında, o ki, bugün Türkiyədə başımıza gəlibdir və o ki, Azərbaycanda oldu və ondan sonra təcrübələr ki, olubdur və bugün beynəlxalq hüquqlar və bizim dövrəmizdə olan başqa dövlətlər və düşmən dövlətləri icab eləyir ki, Azərbaycanda, Azərbaycan xalqının saadəti üçün və Türklərin Azərbaycanda saadəti üçün əsasən bir dana modern dövlət qurulsun, möhkəm dövlət qurulsun, ayağı yerdə olsun, himayət olunsun, düşməni az olsun, içi möhkəm olsun, içindəki vətəndaşlar Azərbaycan dövlətçiliyin, Güney Azərbaycan dövlətçiliyin şəhribəndi vətəndaşı olan insanlar bu dövləti özlərininki saysınlar, Türklərin dövləti saymasınlar, özlərinin dövləti saysınlar. Azınlıqlar hiss eləsinlər ki, bu ölkədə sayğı sahibidirlər, hüquq sahibidirlər. Ona görə Türk Milli Demokratik Hərəkatı Azərbaycan ərazisində, öz ana vətənində modern Azərbaycan dövlətini yaratmaq istəyir. Etnik dövlət qurmaq istəmir. Buna görə dedim, saydım niyə görə. Fikirlərimdə ehtiyacı yoxdur. Ondan sonra budur ki, türkçülüylə qarşı deyil. Orada Azərbaycanın modern dövlətində Güney Azərbaycan Cumhuriyyəti adını qoyaq, düzdür. Bu Güney Azərbaycan Cumhuriyyətində Türklər, bizim dostumuz dedi, Türklər %90 türkdürlər. Və onun məclisində oturan %90 olacaq. Qanunun yazan %90 olacaq. Və onun dilin məmləkətdə kullanan %90 olacaq. İndi gəldik, bir dənə qanun var şeydə, Finlandiyada. Bəşəriyyətin təcrübəsindən istifadə olar. O, Finlandiyada deyir ki, bir bölgədə %10 bir dildə danışsa, o dil, o bölgədə rəsmi olsun. Yaxşı, indi gələr ki, o bölgələrimizdə bizim orada azınlıqlar və başqa etniklər ki, yaşayırlar, o etniklər beynəlxalq hüquq çərçivəsində hüquq alsınlar və bu məmləkəti, bu dövləti öz dövlət saysınlar. Məncə, bu təcrübələr ki, saydığımız dövrümüzdə, civarımızda keçir və ən üstün və mühüm olan bugün Türkiyədə gərginliklədir. O gərginlik Güney Azərbaycan Cumhuriyyətinin başına gəlməsin deyə Azərbaycanın ya Türk Milli Demokratik Hərəkatının nəticə istədiyi dövlət Azərbaycanda modern Azərbaycandır. Özü də çoxluqda da, amma modern Azərbaycandır və azınlıqlar orada haqq sahibidirlər. Beynəlxalq hüquqlar əsasında və gərginliyi Azərbaycandan qaldırır və insana sayğı göstərməklə bu dövlət quruculuğu forma tapır və təbiətən onun həm yaşamı davamlıdır və həm içərisində insan saadətli yaşır. Belə olmağı lazımdır. O ondan ötür. Yəni, lüzumən Türk Milli Demokratik Hərəkatı, Türk dövlətinin qurmağı burada ərazi məsələsidir. Türk Milli Demokratik Hərəkat etnik, milli hüviyyət əsasında edən hərəkət, yəni qurtuluş hərəkatıdır. Türklərin qurtuluş hərəkatıdır. Amma Azərbaycanda ərazidə dövlət quranda başqa xalqlardan orada yaşayırlar axı. Onun modern dövləti odur. Əgərsə köhnə, qədim fikir əsasında dövlət istəsədi qurulsun, onda olacaqdır. Güney Azərbaycan Türk dövlətçiliyi. Onun 500 il, 10 il ondan sonra da bir dənc daxili çıxacaqdı orada. İç savaş çıxacaqdı və o heç də bizim xalqımız üçün münasib deyil. Ona görə bugün həman hərəkət, modern hərəkət, milli demokratik hərəkət Azərbaycan ərazisində modern Azərbaycan dövlətini yaradır və
Güney Azərbaycan Cumhuriyyətini yaratmaq fikrində olur və olacaq və bu da çox uyğundur bizim həm xalqımız üçün və həm o dövlətin davamlı və həmişəlik yaşamı üçün. Ondan sonra bu ikinci sual. İkinci sual gözəldir. Yəni gözəldir, mənə gözəl dəyirdi bu sualı. Belə gəlir ki, Əhməd bəy, siz fikr edirsiniz ki, yəni fikrinizdə bu var da, biraz o ərazimiz ki, bu son dostumuz Tehran'dan zəhrilmişdə danışdılar ki, Azərbaycanın ərazisi, torpaq ərazisi, onlar güya sizə biraz naümidsiniz ki, tamam torpaqları ələ gətirək. Ona görə... Yox, naümid yox. Deyirəm ki, məsələn, o dostumuz dedi, o yazda danışsaydı, elə gedirdi, Xuzustana satdı, dedi, nəft də bizimdir, yəni şəhid vermiş. Yox. Yəni, məsələ, bilirsiniz necədir? Biz biraz pragmatik baxmalıyıq məsələyə. Bir zaman var idi, bugünkü Türkiyə Cumhuriyyəti Bizans İmparatorluğunun mərkəzi idi. İstanbulun adı Konstantinopol idi. Konstantinin adına yaralmış bir şəhər idi. Bugün Yunanlar da gəlib deyə bilməz ki, ora bizimdir. Ora bugün Türkiyə Cumhuriyyətidir. Bilirsiniz. Yəni, mən istəyirəm deyəm ki, biz ya gərək pragmatik olaq, biz bir tərəfdən deyirik ki, gərək ırqçılıq eləməyək, o bir tərəfdən deyirik ki, məsələn, Kürdistandan da, Kirmanşahdan da biraz torpaq götürməliyik biz. Torpaqlar, Əhməd bəy, torpaqlar Kürdistanın, Kirmanşahın torpaqları deyil. Bilirəm. Başa düşürəm, bilirəm. Mən sizinlə razıyam. O sözləri mən də danışmışam. Bu bölümlər İran toprağı, İran dövlətinin bölümləridir ki, Azərbaycanın ərazisini vursun, bir-birinə bölsün ayrı bölgələrə. Eyni o sözü Kürdlər də Qərbi Azərbaycanda deyirlər. Yəni, mən istəyirəm deyəm ki, biz burada bir formul tapmalıyıq ki, məsələn, Kürdlə bizim aramızda bu ola bilər ki, bizimki elə olsun Qərbi Azərbaycan, sizinki elə Kürdistan, Azərbaycanda olan Kürdlərlə və onların yaşadığı torpaqla Kürdistandakı qalan Azərbaycanlıların məsələsini, məsələn, Məhabatla Sonquru, Bicarı, Qurvəni sonra danışa bilərik. Yəni, biz 30 yerdən cəbhə açmamız, yeri gələndə bunu eləyirik, amma yeri gələndə mən lütfən xahiş edirəm bunu ayrı cür başa düşməyin. Siz Qərbi Azərbaycanı götürüb Kürdlərə verəndə heç biri etiraz eləmirsiniz. Amma gəlib burada deyirsiniz ki, yox ya, Kürdistanın da bir qisməti bizimdir. Yəni, mən deyirəm, bunun hansına inanaq biz? Birini tutub getmək lazımdır qabağa. Əhməd bəy. Buyurun lütfən. Lütfən deməyin siz. İndi mənlə siz danışırıq. Siz də orada üzvüydünüz. Siz də özünüz yazın. Bəli, oranın izahatı getdi. Lütfən biraz elə burada özümüz danışırıq. Mən də istəyirəm deyəm ki, bilirsiniz, burada indi Azərbaycanca danışırıq, öz dilimizdə, Azərbaycan türkçəsində. Azəri dilində, nə deyir, hərə bir dil deyir, ad qoyub ona. Öz dilimizdə danışırıq. Bilirəm, bizim dilimiz Azərbaycan türkçəsidir, türk dilində danışırıq, belə deyir. Biz öz dilimizdə danışırıq, özümüz, sizin də bu sözlərlə qatılıram ki, başda dediniz, öz aramızda olan ixtilafları farsi dilində yazmayaq. Çox gözəl, tarixi bir söz idi. Keşke onu bütün sitələr bu məsələyə mülahizə eləyərlər. Öz dilimizdə, aramızda danışaq. Amma da biri gəlib, məsələn, Əhməd Obalıya, məsələn, Hüseyin Qulluya qarşı bir şey yazıb deyə, mən də ona görə götürüm, elə bunu götürüm, pəxş eləyim, ona bir böyük başlıq da yazım, təbliğ də eləyim. Gör, kimin dəyirmanına su tökürük, fars dilində. Yəni, mən onun sözündən də razıyım. Amma öz dilimizdə də danışanda, mən sizə bir qardaş kimi, bir dost kimi mən deyirəm. Səmimiyyətimlə deyirəm ki, mən sizə bir dost kimi müraciə eləyirəm. Sağ olun. Azərbaycan torpağının müdafiəsi hər yerdə olmalıdır. Mən sizdən razıyam. Elə orada da olmalıydı, olmadı. İnşallah gələcəkdə olsun. Mən bunu xatırlatdım bir də. Təşəkkür edirəm. Baxın, Əhməd bəy, orada dedim də, indi oranın tarixini içində qeyd orada tikrar olundu ki, orada etiraz əsasında, orada heç Kürt oraya qoymamışdı, ərəb lor qoymuşdu, orada götürdən. Orada hələ, okey, o da bəhs oldu. Mən gələk ayrı söhbətlər, bu əsas söhbətlərimizin üstünə. Baxın, biz bu söhbət istəndikdən pragmatist olaq və vaqiyyətlərə fikir eləyək ki, necədir? Biz bu gün buna fikir eləməməliyik, Əhməd bəy. Biz o gün ki, yəni biz bugün Azərbaycanın torpaqlarına barmaq qoymamız lazımdır, mübahisəyə qoymaq lazımdır, aydınlaşdırmaq lazımdır, göstərmək lazımdır. Yəni real formada, hətta akademik səviyyədə, yaxşı, qulaq asın xahiş edirəm. Baxın, bu söhbətlər bizim xalqımız arasında yayılmalı, bizim xalqımız ondan xəbər olmalı və başqa xalqlərdə hətta, farsların da, başqa xalqlər, Kürdlərin də bu mübahisələr və akademik bəhslər, yəni bu siyasi bəhs istəmirəm, akademik səviyyədə mübahisələr və araşdırıcı, yəni söz var, tarix var,
onları meydana qoymalıyıq. Bax, bu söz ki, siz deyilsə ki, biz biraz real olmalıyıq. Bu sözü bilsən nə zaman demək lazımdır? O zaman ki, biz topraklarımızı, İran rejimi dağılıb, biz topraklarımıza sahib çıxmaq istəyirik. Baxmışıq, görmüşük ki, biz gəlmişik, yetişmişik Zəncanın üstünə, yetişmişik Qəzvinə. Qəzvini məsələn, keçmişik Tehranda, bizim məsələn, Kəzvin dövlətində bizim siyasi qüvvəmiz özünü toplayıb, oralarını orada, o durumda biz qüvvəmizə baxmalıyıq. İndi söhbət deyil. İndi söhbətində. İndi bugün yalnız Azərbaycanın tamamiyyət ərazisinə düşünməliyik, fikirləməliyik, ora plan töyməliyik və göstərməliyik və aydınlaşdırmalıyıq hamını. İndi məyus gözü ilə baxmamalıyıq ki, biz eləyə bilməyəcəyik. Məsələn, Qumun yanında olan Azərbaycan ya Türk kətlərin, şəhərlərin ya Ələkdə olan ya başqa yerlərdə sahibənə bir saat çıxamayaq. İndi bu məncə bu günün söhbət deyil. Bu o günün söhbəti ki, siyasi və ya nizami qüvvələr Azərbaycanın istəyir Azərbaycan ərazisinə müsəllət olsun. Onda düşmən də var da, biz oturmamışıq ki, təkcə. Həm Kürt tərəfində siyasi nizami qüvvə var, həm Fars tərəfində siyasi nizami qüvvə var. Biz istər-istəməz iki cibhədə, bizim iki daha cibhəmiz, ciddi bir cibhəmiz olacaq, orada problemimiz olacaq. Onda biz siyasi və nizami qüvvəmizə baxmalıyıq ki, öz torpaqlarımıza sahib çıxa bilədik, orada o hakimiyyət, siyasi hakimiyyətimizi qura bilədik, qurmaya bilədik, hara qura bilədik, nə eləyə bilədik, harda eləyə bilədik, taktik əqəbmişlik eləyək, eləməyək. Bu, bugünün söhbəti deyil. Məncə, bugün bu iradə ilə getməliyik ki, Azərbaycanın ərazisinə sahib çıxmalıyıq və orada dövlətimizi qurmalıyıq. Xəritəni çəkir, mən hər gün reklam eləyəcəm. Ciddi deyirəm. Hər gün. Yəni, təbii ki, kör istər, Allahdan nə istər məsələsidir. Buyurun. Sizin cavabınızda bu suala indidən naümidçilik ya hiss odur ki, bəlkə biz alamayaq, bəlkə filan belə. Bizim doğrudan qüvvəmiz var, bizim bir problemimiz var Əhməd bəy. Problemimiz zəif media. Bir dənə televizyon var. Baba, get bax Türklərin kütlərə, 10-15 dənə televizyonlar var o yanda bu yanda. Bizim zəif, yəni cəmaətimizə çıxartmırıq, cəmaətimizin evinə girmirik. Bu televizyonların sayısı, yəni bombadan olmur, bizim xalqimiz çox belə zəif durumduyuz. Azərbaycan... Zəif deyə, Yunus bəy, üçün vaxtımızı qutarır, mən onu deyim ki, əvvəla biz, mən həm danışıqlarımda televizyonun məhsulu kimi mübahisələrdə, hər gün xəbərlərimizdə Azərbaycanın bütövlükdə xəritəsini qoyuruq, danışırıq. Onun güney hissəsi də sizin dediyiniz yerlərə gedir, çatır. Yəni, mən əvvəla onu deyim. Sadəcə mənim intizarım budur ki, sizlər də bu işi görün. Yəni, bu yalnız bir televizyonun işi deyil. Yəni, mən demirəm, mən məyusam, nə ümidsizəm, mən də istəyirəm o cür olsun. Amma siyasi təşkilat qoyubsuz adlarınızı və ya siyasi adamlar qoyubsuz adlarınızı dövlətçilikdən danışırsınız, amma torpağa gələndə xəritəni müəyyən eləmirsiniz. İndi ki, eləyirsiniz, çox sevindim mən, xəritəsini qoyun, deyəcəm ki, bu da Yunus bəy Şamilinin xəritəsidir. Deyərəm mən, nə olsun ki? Ciddi deyirəm, yəni. Qoy millətimiz düz deyirsiniz, o zatda köklənsin, hamısını qutara bilsək, çox da gözəl. Şimal Azərbaycan kimi bir qismətini qutara bilməsək də, heç olmasa bəlli olsun ki, ora Azərbaycandır, gələcəkdə onun haqqında müzakirə edilmiyorlar, onları kömək edilmiyorlar. Hər halda son sözü bir dəqiqə də sizə verək yenə. Çox sağ olun, zəhmət çəkdiniz və təşəkkür edirəm həm sizdən və həm eşidənlərdən, qulaq asanlardan. Zəhmət çəkdilər, tamam dostlardan ki, sual soğuşdular, hərdən ki, bəzi dostlarımız biraz saygısızlıq göstərdilər. Hər halda Azərbaycanlıyıq hamımız, türkçük, danışmalıyıq, bir-birimizdən məcburiyyətlik, ittihadımız, birliyimiz olmaq lazımdır. Dost kimi bir-birimizdən davranmalıyıq, böyük düşmənlərimiz var və o düşmənlərin önündə biz əgər itərimiz möhkəm olmasa, çoxu sadəcə yenilə bilərik. Ona görə ümid edirəm bu danışıqlar, demokratik cəv və fəza həmişə bizim danışıqlarımıza hakim olsun, eləyə bilək birimizə qardaşla danışaq, gələcək fikirlərimizi genişləndirək, qüvvələrimizi dərinləşdirək, ondan sonra eləyə bilək düşmənə, gələcəkdə qələbə çalaq. Həman ki, o dostumuz dedilər, gələcək bizimdir və siz də çox sağ olun. Əhməd bəy ki, bu proqramı apardınız və zamanında verdiniz ki, biz xalqımızdan və aktiv Azərbaycanlılarla danışaq. Çox təşəkkür edirəm. Çox-çox sağ olun. Biz vaxtımızda 1 saat da artıq, 1 saat yarım da artıq qaldıq. Çox-çox